Herkəsə salamın meykim dostlar. Necəsiz? Yəqin ki, yaxşı olarsınız. Bəli, düz eşitdiniz. Salam meykim. Bəzi insanlar vardır. Onların hamısı salam aleykum sözünə salam meykim deyərlər və gün ərzində həmin o insanları öz beynimizdə qınayıb üzlərinə deməyə cəsarət eləməyib, arxalarınca danışırıq ki, niyə bu salam aleykuma salam meykim deyir. Və həmin insanlardan biri də mənəm. Salam aleykum ağzıma oturmur, salam meykim deyirəm. Hər nəsə, bu gün də sizlərlə birlikdə çox təşəkkür edirəm ki, 39 like-la mənə serinin davamını çəkdirməyə məcbur etdirdiniz və mən də çəkməyə olsa dünəndən razı idim. 39 like atmışsınız, sizdən 20 like istəmişdim. Və uşaqlar, bir şey deyəcəm. Bu gündən sonra belə bir şey başladacağam. Hər videoya like gəlməmiş, yəni mənə belə sərf edir. Çünki mən daha artıq danışdıq bunu sizdən. Keçən videoya baxa bilərsiniz. Mən uşaqlar dərslərə falan başlayıram deyə mən çox telefonla vaxt keçirməyə vaxtım olmayacaq. Və ona görə də bundan sonra uşaqlar like-la eləyəcəm. Deyək ki, bir videoya ən azı bir 30-35 like qoyacağam. O like keçilməmiş mən yeni video atmayacağam. Yəni belə olacaq bundan sonra. Ona görə də bu videoya artıq like istəməyəcəm. Çünki bu sonuncudur. Videomuzda nədir? Car parkingin ən yaxşı 10 maşınını rampadan tullandırırıq və həqiqətən də ən yaxşı maşın olmaq adına layiqdirlərmi, layiq deyillərmi onu öyrənirik uşaqlar. Bugünkü maşınımız, yəni ilk maşınımız BMW F90'dır. Bugün bunu rampadan tullandıracağıq. Yəni görək, mən F90'la yəni çox böyük bir şey gözləmirəm. BMW-lərdən gözləmirəm, çünki BMW-lərin alçaqlığı var deyə bunların o qədər də hindrə tullanmaqlarını gözləmirəm. Bəlkə də tullandı valla bilmirəm. Ona bastıq. Keçən bölümdə ən yaxşı biraz kaydı biraz tərsinə oldu. Keçən bölümdə Koenigsegg tullandırmışdım. İnşallah bir dəqiqə mən birincisi buranı izah edeyim. İzah eləməmiş başlayıram. Bu maşınlar nə eləməlidirlər? Baxın, deyək ki, bunlar buradan başladılar da, gəldilər, tullandılar. Tullanandan sonra burada birinci turba, ikinci turba, üçüncü, dördüncü və beşinci də son, baxın, bura sayılır. Bu maşınlar ən yaxşı adını almaq, ən yaxşı maşın adını almaq üçün nə eləməlidirlər? Əgər yəni yerindən götürməkləri yaxşıdırsa, sürətlə gələcəklər buradan düppələmdüz, yəni bax yuxarı ilə tullanıb, gəlib sonuna qədər düşməlidirlər. Yəni deyəsiniz ki, bu necə mümkün olacaq? Çünki keçən bölümdə baxmaq istəyirsə, əgər girib baxa bilərsiniz, Koenigsegg tam baxın, bax bura qədər düşdü. Yəni videoda da özüm şok oldum. 4,5 demişdim. Yəni bizdə tam 4 ya da 5'di. Yəni gəldi tam baxın bura qədər düşə bildi. Yəni dördüncü çubuq turba buradadır. Bu gəldi bura qədər düşdü. Yəni tam 5'i keçən maşına ən yaxşı maşın adına layiq görüləcək. Onu da başlayaq F90'ımızdan. Biraz sürüşür deyə drift ayarlıdır. Normal sürməyə çalışacağım, görüm hələ sürə biləcəmmi. Bastıq. Bir dəqiqə basamadıq. Bir dəqiqə. Növbədə yaxşı maşınlarımız var. Onlardan yaxşı nəticələr gözləyirəm. Bastım onda. Aha, zırt. İkinci şalar maksimum, yəni bunu da onsuz mən şeylərdə yazacağım. Yəni videoda yazacağım. Hara gəldi düşdü ikinciyə. Demişdim, yəni BMW-lərdən mən o qədər də böyük bir nəticə gözləmirəm. Növbəmizdə var. ChatGPT qardaşdan aldığımız məlumatlara əsasən növbəmizdə ikinci yerdə Supra MK4 imiş. Supranı almağına. Niyə deyəsiniz ki, BMW-lərdən çox şey gözləmirsən? Özüm BMW fanıyam. Amma ki, BMW-lərin sürət cəhətdən çox güclüdür. Bu hündür tullanmaq olsun, ya nə bilim. Yəni belə yarışmalarda zəif qalırlar. Mercedeslər daha çox önə çıxır da, yəni belə yarışmalarda. Mən rampadan tullandırmağa baxıram. Yox, vid cəhətdən məsələn BMW-yə baxanda qaqa, vidə bax bir dənə Mercedes bunun yanında qələt edir də. Yəni buna söz deyən ola bilməz vidinə fasonuna. Amma yəni belə yarışmalarda BMW ikinci yerdə qalır. O qədər də güclü nəticə göstərmir. Mən bu Supramızı bir dənə qəşəng modifiyə eləyim. Bunu da tullandıraq. Hər nəsə və maşınımıza hazırladım. 1563 HP ilə, yəni belə bir şey elədim. 1560, aha. Supradan gözləndim çox uşaqlar. Deyəsiniz ki, bu yəni yarışma ilə sən nəyi təyin eləmiş olursan? Car parkingdə ən yaxşı maşını necə təyin eləyirsən uşaqlar?
maşınların hamısı eyni koddan yazılmıydı. Birinin sürəti fərqlidir, birinin yerindən götürməyi fərqlidir. Biz də burada baxın, bu maşın deyək ki, yavaş-yavaş yerindən başlayır, sonra sürətlə gedir. Onu da o rampadan tullanıb yaxşı bir nəticə, yəni yaxşı turbalar keçib gedə bilməyəcək. Amma ki, yerindən götürməyi yaxşı olan maşın birbaşa sürətini yığır, 100-ü 3 saniyədə yığır və tullanır. Ən yaxşı maşın adına layiq görülür. Və mən də Supradan həmin o nəticəni gözləyirəm. Niyə gözləyirəm? Çünki indi bax oradan bura sürdüm. Bildim nədir, nə deyil. Bastım qaza. Ay, səhv sən bəzə. Buna bir fikir verməyin inşallah. Fikir hardayım mən, hə. Görmədən özüm səhv sürdüm maşını. Yox, tullansa belə birincini keçənməyəcəkdi, özünüz gördünüz. Danışdım, birincini keçənmədi, ya. Siz onu gördünüz, görmədiniz, bilmirəm, nəysə. İndi sürəcəm. Aha. Bu niyə belə olur? Hə, sür indi. Getdik. Qəşəng. Oy! Oh! Keçir, vallahi bir də deyəsən keçirdi. Hara düşdü təxmini? Amma tam belə düşmədi uşaqlar. Bizim istədiyimiz gəlsin bura qədər düşməkdir. Yəni tam göydən gəlsin düşsün. Bu deyəsən bax buraları zada düşdü ha. Keçən bölüm Koniseng'ə şans vermişdi. Bu bölüm Supra'ya bir dənə də şans verəcəm. Görə mən dedim də, mən maşını sürən kimi bilirəm də nədir, nə deyil də. Supra'nın. Vallahi belə Supra'nın yarışlarda uzmayasınız. Aha, okey. Bastım. Vallahi bastım. Basmadım. Bastım. Qəşəng tullandı. Bax qalır da, yarıda qalır. Hər deyəndə polis əminətlər zırrı özünü. Yarıda qalır da, bizim istədiyimiz göydən uçsun, gəlsin ən azından bax bura qədər düşsün. Demirəm ki, getsin ən yaxşı maşın yerinə qədər düşəcəz, bax bura qədər. Amma Supra çox yaxınlaşdı. Bir dənə də yoxlayacağam. Həqiqətən növbədə maşınlarınız olsa da bir dənəsini də yoxlayacağam. Supra'ya şans vermək olar. Sürdüm. Yox, indi biraz yavaş düşür. Nə qədər sürəsən eyni şey olacaq. Keçirik növbəti maşınımıza. Yaxşı şey gözləmirəm. Nissan R35'dəy uşaqlar. Bugün sizin qarşınızda gözəl bir performans sərgiləmək üçün özünü sıxıb əməlli var ki, gözəl bir sürüş təşkil etsin. Amma heç yaxşı nəticə gözləmirəm. Bu uşaqlar üstündə olan çizimi görürsünüz. Bu, yəni 2-3 nədir? 4 il qabaqki çizimdəndir. Yəni nadir çizimlərlə ki, mən bunu saxlayıram. Bastım qaza. Yerindən götürmək. Ay, yaxşıdır. Ay, yan. Ay, daha çatır da. Yaxşı idi. Yenə də, yəni pis nəticə də deyil. Heç nəsə ikinci adı keçdi. 3-ə düşdü. Yəqin ki 3-ə düşdü. Onsuz da, yəni videonu editləyəndə mən üstə yazıram burada. 2-dir, 3-dür. Onu yazmışamdır yəqin ki. Hər nəsə davam eləyək. Sıradakı maşınımız okey, yaxşıdır sıradakı maşınımız. Yəni mən bu maşın haqqında artıq əski heç bir şey demək istəmirəm. Niyə ən çox sevilən maşın olduğunu özüm bax o ən yaxşı maşın yerindən bax bura qədər sürdüm, gəldim, bax onu da bildim. Sizin də qabağınızda sürəcəm. Yəni heç danışmır. Sadəcə yəni siz maşına baxın. Bəlkə də elə birinci bu oldu. Ayda. Keçirdi. Düzdür, yaxın deyil idi. Amma yəni çox sürət idi. Ya maşın daldala verəndə 100 ilə gedir, qaqa. Maşın daldala verə 100 ilə gedir. Uşaqlar, bir də ki bunların hamısı full hissbdədir. Yəni ədalət nə eləyirəm? Ədalət şükür və bütün hamısı yəni ədalətlidir də. Bizdə yalan bir şey olmaz da, yəni ki. Bir dənə də sürəcəm. Ola bilər ki, nəsə əlavədən bir şey var. Bir damcı da arxadan başlasan, bəlkə də gəlib keçəcək. Yəni indidən yazmışamdır, yəni neçə dənə keçdiyini, yəni neçə şey keçdiyindən yazmışam. Gəlin bir damcı arxadan başlayaq. Mən onda, yəni mən dediyimi başa düşəsiz. Ona görə yəni yalancı çıxmaq istəmirəm. Bax buradan başlayacağım sürəm. Baxın buna.
Baba, ayda keçənmədi. Yəni şəhər baxın mənim istədiyim budur. Heç çox sürətlə gəlsin. Yuxarıdan, yəni bütöv yuxarınıza keçsin. Bax onda əlaçı olardı. Yəni indi keçmiş sayılmır çünki lap arxadan başladıq. Hər nəsə yazmışamdır yəqin ki, sıradakı maşınımız da nə imiş? Mercedes G63 imiş. Qalikdən yəni mən o qədər də yaxşı bir nəticə gözləmirəm. Yenə də baxaq da, yəni gözləmədiyim GTR yəni yaxşı getdisə, vallahi nə bilim də. Yox, mən GTR-dan GTR-dan yaxşı nəticə gözləmirdim mən. 50 milyondan yeni modelini aldım. Yeni modelindən vallahi oradan bura sürdüm. İndi qərarsız qaldım. Yəni yaxşı da ola bilər, pis də ola bilər. Sürək baxaq. Məncə amma keçənməz. Yox, keçənməz. 100% yenə 4-ə gəldi düşdü. Rovno yenə gəldi 4-ə düşdü. Yoxsa burada düşdü. Yox, bura düşmədi. Yoxsa gəldi ora düşməyə fikir vermədim ona. Deyəsən gəldi ora düşdü ha. Amma yox, ora düşmədi. Yox. Bir dəfə də sürək, problem deyil, bir dəfə də sürək. Aha. Diqqətlə baxacağam. Yox, 4-ə. Yox, hara getdin, çıxdın. Yox, bir gəldi bura düşdü. 4-ə. Uşaqlar, onda qazananımız ürək açıqlığı ilə deyirəm ki, heç kim qazanmadı. Ona görə də davam edirik. Niyə heç kim olmadığında izah eləyim? Çünki heç kim, heç bir maşın 5-i gedib keçə bilmədi. Mən indi yalandan nəyə deyim ki, bu qazandı, o qazandı. Ona görə də bunun part 3-ü də olacaq, çox güman ki. Amma yəni bu iki bölüm arasında ən yaxşı, yəni keçən maşınlar bir Supra idi, bir də Koenigsegg idi. O iki maşını da indi yarışdıracağam, yəni indi tullandıracağam. Əgər ikisi eyni nəticəni göstərsə, onda gələn bölüm onların, yəni başqa bir dənə bir kakaş çağıracağam. O Koenigsegg-də, məndəki Supra'da olacağam. Yəni yarış eləyəcəyik, dağ, dərə falan fistan. Yəni belə bir şeylər eləyəcəyik. Biraz arxadan götürəcəm. Deyəndə, yəni ikincidən götürəcəm. Aha, okey, buradan. Açdım. İndi Koenigsegg-i də gətirəcəm, sürəcəm. İnanıram. Bəlkə Supra. Koenigsegg, amma Koenigsegg-də ki, çox sürətli gedir. Sürək baxaq. Aha, bastım qaza. Supra'nın gedişinə... Hayda. Eyb olmaz, problem deyil. Daldalar verəndə 100 ilə getməyinə də ağ eləyirdilər bu oyundakıda. Aha, sürdüm. Bu nə deyələr? Burada nə elişir ki bu? Nə elişir bu? Düzəltdim. Sürük indi sürük. Ayda. Hara dəydi o? Yox, sayılmadı. Bir dəqiqə. Uşaqlar, bu ədalətsiz diyorlar da axı. Bu olmaz belə bir şey. Bayaq getdi 4, indi getdi 3. Onda o mənim səhvim olardı. Onda bayaq necə 4-ə getdi, çıxdı ki? Aha, birində sürək. Allah, bu nə deyim, amma düzəldəmədim. İndi düzəltdim. Sürdüm. Bastım. Aha, yenə dəydi orayı. Bu necə oldu ki, yenə necə ora dəydi? Normal sürəcəm bu dəfə, Buradan götürəcəm, sürəcəm. Aha. O qədər deyir, harda düşdü? Videom bir dal verib baxacam, harda düşdü təxmini. Bir dəqiqə, drone'la biləcəm harda düşdüyünü. Polisdəki cırıqdı da özünüyə. Bura şeydir. O gəldi, təxmini, ayda, yenə də 5 keçənmir də. 5 uşaqlar, mən haran deyirəm, buranın qutaracağı. Gəldi, elə ki, buralara düşürdü, yenə 4-də qalır. Onda gedək, o birisi Koenigsegg-i də bir dənə gətirək. 2 dənə canavar yarışdırdığı, 2 dənə. Aha. Sürdüm. Oy, bu da yeni yere düşdü. Vallahi da billahi bu da yeni yere düşdü. Necə ola bilər? Supra uşaqlar ikinci şans da vermişdim. Buna da bir dənə ikinci şans da verdi. Eyni yere düşdülər. O da elə bir ki üstdən eyni yere düşdü. Bu da altdan eyni yere düşdü. Vallahi billahi bu part 3-ə qalacaq uşaqlar. Bölüm 3-ə qalacaq. Eyb olmaz. Mən onu kimdənsə yoxlayaram. Bax, Supra'dan idi. Bax, buradan başlamışam. Sürdüm.
Okey. Oyda. Tamına eyni yerə düşürlər də, yəni ikisi də. Tamına ha. Onda uşaqlar yapabileceğimiz bir şey yok. Herkes kendi yol. Heç nə də. Part 3-ə qalır. Part 3-ündə uşaqlar 40 bəyəni. Keçən bölümə bu bölümə 20 bəyəni istəmişdim. İndi isə 40 bəyəni istəyirəm. Əgər car parkingin ən yaxşı maşınını öyrənmək istəyirsinizsə 40 like atın. Mən sizə davamını çəkəcəm. Əgər ki sonuna qədər də izləyənlər varsa, yəni mən bilmək istəyirəm, yəni sonuna qədər izləyənlər var ya yox. Yazın ki, mən sonuna qədər izlədim. Ya da gəlin belə bir dənə kod verəcəm. Bax onu yazın. Bir dəqiqə. Konising. Məsələn, kodumuz bu gün belədir. Əgər sonuna qədər izləmisiniz, bura qədər izləmisinizsə, yoruma bir dənə Konising yazın. Mən biləcəm ki, siz izləmisiniz. Belə bir dənə də söz deyirəm. Nə içərsin, onu da bitirsin. Hayırlı cumalar. Sağ olun.